O, vətənini canından çox sevirdi. 18 yaşında idi. Ömrünün baharında, gençliğinin en parlaq çağında torpaqlarımızın azadlığı uğrunda canından keçdi. Bugün sizə Vətən müharibəsinin en gənc qəhrəmanlarından biri, şəhid Miqdad Faiqoğlu Abdüləlimovdan danışacağıq. Miqdad ailənin tək oğluydu. 2 qızdan sonra dünyaya gəlmişdi. Orta məktəbi bitirib Bakıda Dövlət İqtisad Kollecində oxuyurdu. 2020-ci ilin aprelində təhsilini yarımçıq qoyub hərbi xidmətə yollandı. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinə Miqdad da döyüşdüyü hərbi hissə ilə birgə qatıldı. Cəbhənin ən qaynar nöqtələrindən biri Suqovuşan istiqamətində vuruşurdu. Düşmənin minomyot atəşi nəticəsində Miqdadın olduğu zirehli avtomobil vuruldu. Onunla birlikdə baş leytenant Raqib Hüseynov, baş gizir Xəyal Aslanov, əskərlər Əli Cəfərli, Eltun Kərimov, Səbuhi Məcidov və Ceyhun Xəlilov şəhid oldular. Valideynləri Miqdadı 33 gün axtarıblar. DNT analizi ilə təsdiqlənib ki, tanınmaz halda olan 5 meyitdən biri Miqdaddır. Son danışığım ayın 25-də olubdu. Mən işdəydim, mənə 4 dəfə zəng elədi. 4 dəfə ayrı-ayrı vaxtlarda zəng elədi. Çox belə tələsi ilə danışırdı, belə tələsik danışırdı. Özü də deyirdi ki, bir balaca naxoşlamışdı, qızdırması var idi. Onlar dedi ki, bilmirəm, çaydan keçmiş, sonradan məlum oldu ki, çaydan sudan keçiblər, Suqovuşanda yəqin. Nəsə soyuqlamışlar bir balaca. Sonra dedi ki, bu da dedi, bir vəziyyət pisdir, bəs mamanla danışmaq istəyirəm. Dedim, hazır gedib çatıram, da mamanla da danışarsan. Gəlib çatdım, evə zəng elədim, zəng götürdü telefonu. Danışdı anası ilə, 49 saniyə danışdı anası ilə. Bir tələsikli bir nəsə oldu, dedi ki, mama da vaxt deyil, danışan vaxt deyil. Mən gedirəm, sonra sənə axşam zəng eləyəcəm, şeydən danışarıq. O son danışıq oldu. Son danışıq oldu ayın 25-də. Ondan sonra onun haqqında heç bir məlumat, nə zəng gəlmədi, nə bir şey, nə komandirlərindən heç bir şey. Mən sonralar bir komandir vasitəsilə bir əlaqə tapdım. Ora hələ bir ki, təchizat aparan bir komandir idi. Ona zəng elədim, o da leytenant idi. Dedim ki, bəs belə bir əskər tanıyırsınızmı? Onu axtarıb tapa bilmirik də Miqdad haqqında. Dedim, oğlum, mən əskərləri tanımıyorum. Dedi, komandiri kim olur? Dedim, Xəyal Aslanovdur, Raqib Hüseynovdur. Dedi, əmi sənə mən bir söz deyə bilərəm ki, o komandir artıq yoxdur, o şəhiddir. Amma dedi, əskər haqqında bilmirəm nədir. O son axırıncı bir xəbəri ondan aldım. Ondan sonra çox yerlərə əl atdı, axtardı. Hərbi hissəyə, Müdafiə Nazirliyinə məktublar yazdı, zənglər elədi, axtarış, cəbhə tərəfindən nəsə ondan bir xəbər deyən olmadı. Amma onlar elə bir ki, o vaxtı şəhid olanda zirehli maşında vurulmuşdular onlar. Yanmış vəziyyətdə idi, tank yanmışdı. Miqdadın anası Tünzalə Abdüləlimova da oğlu ilə fəxr edir. Oğlunun şəhadətə yüksəlməsindən sonra vətən naminə şəhid ailələrinə dəstək ictimai birliyini təsis edən Tünzalə xanım hazırda şəhid ailələrinin sosial problemlərinin həlli ilə yaxından məşğuldur. O vaxtda biz uşağı ilə axtara mən Qubaya şəhid gəldikcə şəhidləri gəzirdim. Çünki mənim öz evimdə 1-ci Qarabağ müharibəsinin qazisi var. Qardaşım 1-ci Qarabağ müharibəsinin qazisidir. Şəhidlərim var o vaxtda 1-ci Qarabağ müharibədən. Ona görə bilirdim bu nə demək bir şeydir. Qardaşım bir gün oturdu, dedi ki, bir şəhidlərə təsəlli verməyə, ailələrinə təsəlli verməyə sən yaxşı olardı. Mən də elə gedirdim, gəzirdim bir ailələr. Amma o vaxtda mən o hissi keçirdə bilmirdim. Çünki onda bilmirdim də o uşaq şəhiddir. Amma sonra uşaq şəhid olandan sonra gedəndə mən artıq o hissi bilirdim, yaşayırdım ki, onlar nə yaşayırlar. Və bir başladım o şəhid ailələrini gəzməyə, maraqlanmağa, şəhid tanımağa. Sonra da ki, qardaşım dedi ki, sən onsuz bu işdən gəzirsən, gedirsən, gəlirsən, bir təşkilat aç, qanunu olsun hər şey. Və qardaşımın məsləhəti ilə biz bu təşkilatı açmağa qərar verdik və mən Qənirə xanımın yanına, rəhmətli Qənirə xanımın yanına getdim, mənə dəstək olsun deyənə. Qənirə xanım da böyük məmnuniyyətlə, həqiqətən mən vəkillə, Səməd Vəkilovla tanış elədi və oradan sənədləri hazırladıq. Təşkilatımız elə bir ki, qəbul olundu. Bu işin içində biz şəhid ailələrinin, qazilərin yanında olmağa çalışıram ki, onları tanıtdırmağa, ən əsas məqsəd şəhidlərimizi unutmamaq üçün, şəhidlərimizi tanıtmaq üçün ondan bir təşkilatda.
18 yaşında vətən üçün canından keçən Miqdad Abdüləlimov ölümündən sonra Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə vətən uğrunda Su qovşanın azad olunmasına görə, Laçının azad olunmasına görə medalları və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. Miqdadın ruhu azaddır. Çünki onun canını fəda etdiyi torpaq azaddır. Qəhrəman şəhidimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, bizim media Şimal bürosu.